Salam, növbəti bir qəbul sualını nəzərdən keçirək. Qrafik əsasən məntəqələrdə iqlimin kontinentallığının azalan sırasını müəyyən edin. İqlimin kontinentallığını deyəndə, yəni yayda temperaturun yüksək, qışda isə sərt soyuq olmağı nəzərdə tutulur. Buna əsasən şəhərlərə baxırıq. 1 Kolombo şəhəri, 2 Moskva şəhəri, 3 Yakutsk şəhəri, 4 isə London şəhəri göstərilmişdir. İndi məntəqələri nəzərdən keçirsək, temperaturun çox tərəddüd etdiyi məntəqə 4-cü məntəqədir. Burada görürüz ki, qış aylarında -50 dərəcə temperatur, yayda isə nisbətən 20 dərəcəyə qədər temperatur qalxır. Ona görə 4-cü məntəqəyə uyğun gələcək 3, yəni 4-cü, daha doğrusu göstərən qrafik 3-cü məntəqəyə Yakutska uyğundur. Bu Sibir regionunda yerləşir. Növbəti məntəqə 3-cü məntəqə olacaqdır ki, yəni 3-cü qrafikdə 3-cü və bu uyğun gəlir. 3-cü məntəqədə görürük ki, temperatur nisbətən mənfiyə düşür, yayda isə yüksəkdir. Bu mülayim kontinental iqlimə malik olan Moskva şəhərinə aiddir. İkinci məntəqədə, yəni qrafikdəki ikinci məntəqəyə fikir versək, temperatur demək olar ki, mənfiyə düşmür və 5 dərəcədən yuxarı olur. Bu isə mülayim dənizin hakim olduğu London şəhərinə uyğun gəlir. Növbəti sonuncu məntəqə isə birinci məntəqədir ki, demək olar ki, burada temperatur tərəddüd etmir, yəni eyni dəyişir. Bu da ekvatoral iqlim qurşağının hakim olduğu Şri Lankanın şəhəri Kolomboya uyğun gəlir. Yəni birinci məntəqə isə 1 uyğun gəlir. İndi müvafiq olan cavablara baxırıq. 4-cü məntəqəyə 3, 3-ə 2, ikinci məntəqəyə 4, birinci məntəqə isə 1 uyğun gələn variant D bəndi olacaqdır.